Bəzən bir uğur istənilən universitetin qapısını aça bilər. Fənn olimpiadalarında nəticə qazanan abituriyentlər müsabiqədən kənar qəbul imkanı əldə edirlər. Amma bu yol heç də asan deyil. Dərslərlə yanaşı, illərlə yarışa hazırlaşır, biliklərini sınayır və nəticə qazanırlar. Belə məzunlardan biri də Murad Xəlildir. Onun fizikaya marağı 7-ci sinifdə Respublika Fənn müsabiqəsində iştirak ilə başlayıb. 8-9-cu siniflərdə Respublika Fənn olimpiadalarında 2 dəfə gümüş medal qazanıb. Daha sonra beynəlxalq olimpiadalara hazırlaşaraq Azərbaycanı bu yarışlarda təmsil edib. Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil elədim. Son 11-ci sinifdə Avropa Fizika Olimpiadasından bürünc, beynəlxalq fizika olimpiadasından gümüş medal qazandım. Biz olimpiadalara hazırlıq müddətində çox effort ortaya qoyuruq və çox əziyyət çəkirik. Yəni bu əziyyətin qarşılığında bizə bəzi imtiyazlar verilir. Mən uşaqlıqdan ətraf aləmdə olan hadisələri müşahidə etməkdən həzz almışam və çox vaxt bu müşahidələrimin arxasında duran səbəbləri, məsələn, niyə bu belə olur, niyə o elə olur, bunları araşdırmağa çalışırdım və görəndə ki, fizika tam bu sahə ilə maraqlanır, mənim diqqətimi çox cəlb elədi. İllərlə çəkdiyi zəhmətin nəticəsində Murad həm müsabiqədən kənar qəbul hüququ qazanıb, həm də xaricdə təhsil almaq imkanı əldə edib. O təhsilini Birləşmiş Krallıqda yerləşən Imperial College Londonda davam etdirəcək. Amma belə uğur hekayələri bununla bitmir. Kimya sayəsində özünü sınayan və beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edən Zaur Hacızadə də bu il müsabiqədən kənar qəbul hüququ qazanan məzunlardandır. Onun da olimpiyadada yolu 7-ci sinifdən başlayıb və ilk olaraq Respublika Fənn müsabiqəsində iştirak edib. 2024-cü ilin dekabr ayında Rumıniyanın Buxarest şəhərində keçirilən yeniyetmələrin beynəlxalq elm olimpiyadasında iştirak elədim. Bürünc medal qazandım və bu medalı qazananda həqiqətən çox sevinmişdim. Çox qürurverici an idi mənim üçün. Sonradan isə bu ilin aprel ayında Rusiyanın Moskva şəhərində keçirilən beynəlxalq Mendeleyev kimya olimpiyadasında iştirak elədim. Bu olimpiyadada iştirak eləmək, belə olimpiyada iştirak eləmək həqiqətən mənim üçün sevindirici bir hal idi. Zaur isə qazandığı olimpiyada nəticəsi ilə imtahansız qəbul hüququ əldə edərək Bakı Ali Neft Məktəbini seçib. Qeyd edək ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiyadası, 104 nəfər Respublika Fənn olimpiyadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib. Bəyim Mahir qızı, Maya Sabir qızı, Qadir Əliyev, İTV Xəbər.